İnsanları bu biznese dəvət edərkən çoxlu sayda etirazlarla qarşılaşıram. Ən çox qarşılaşdığım etirazlardan biri də ondan ibarətdir ki, insanlar bu biznesdə qazancın olduğuna inanmırlar. Düzdür, indi inananların sayı kifayət qədər çoxdur, amma hələ də inanmayanlar vardı. İlk vaxtlarda mən də belə düşünürdüm. Mən düşünürdüm ki, bu biznesdə inkişaf etmək, qazanmaq mümkün deyil. Ümumiyyətlə evdən iş mümkün deyil. Yəni mən sizə 8 il əvvəldən danışıram. Həmin vaxtı şəbəkə biznesi bu qədər yaygın deyildi. İnsanlar bu qədər inanmırdılar bu biznesə. Və daha sonra mənim şansım onda gətirdi ki, mən davamiyyətli oldum və davamiyyətli olduğum üçün də nəticə göstərdim, qazanc əldə elədim. Qazandıqdan sonra da sözsüz ki, mən və ətrafımdakı insanlar bu işə inandılar. Amma bəzi insanlar var ki, onlar nə davamiyyət göstərmirlər, ümumiyyətlə bu şirkətə heç qeydiyyatdan keçməyə belə yanaşmırlar və təbii ki də o zaman bu işdə qazancın olduğuna da xəbərdar olmurlar və düşünürlər ki, yox, mümkün deyil burada qazanmaq, bu qədər qazancı əldə etmək evdən mümkün olmur. Ümumiyyətlə, yəni telefonla, sadəcə telefonla belə böyük pulları qazanmaq mümkün deyil. Bu amma reallıqdır ki, biz hal-hazırda bu qazancları qazanan insanlarıq. Məndən daha yüksək qazanclar da əldə edənlər var, məndən az qazanclar əldə edənlər də var. Yəni bu biznesdir və bu biznesdə davamiyyət göstərmək, öyrənmək və nəticə göstərmək lazımdır. Əgər sən də hələ də tərəddüd içərisindəsənsə, bu videoya baxıb keçəcəksənsə, sən də həyatını hələ dəyişdirə biləcək belə deyək, pozisiyada deyilsən. Amma nə zaman ki qərarını verəndə ki, mən həyatımı dəyişdirmək istəyirəm, mən də qazancı əldə etmək istəyirəm və bunu kimdənsə asılı qalmadan etmək istəyirəm. Bunu evdən, olduğum hər yerdən idarə edərək bir şey etmək istəyirəm. Bugün mənim onlayn işdə çalışmağım mənim həyatımı, yaşam keyfiyyətimi həddən artıq çox qaldırıbdır. Mən istədiyim vaxt dincələ bilirəm, istirahət edə bilirəm, istədiyim vaxt gəzə bilirəm, istədiyim vaxt övladlarımla zaman keçirdə bilirəm, istirahətimi edə bilirəm. Yəni bir sözlə bu biznesdə çalışmağım məni azad şəkildə yaşamağa artıq necə deyirlər, azad şəkildə yaşamağı özüm üçün təmin etmişəm və kimsə müstəmləkəsi altında çalışaraq stresli bir həyatdan özümü uzaqlaşdırmışam. Halbuki mən gedib rejimli işdə də çalışa bilərəm, amma mən əgər hər hansı bir rejimli işdə çalışsam, əmin olun ki, buradakı qədər qazanc qazanmaram. Zaten mən əvvəllər çalışmışam rejimli işlərdə kifayət qədər və yəni buradakı qədər qazanc heç bir sahədə yoxdur. Ümumiyyətlə sizə bir şey deyim ki, Azərbaycanda hal-hazırda ən yüksək qazanc sistemi olan onlayn şəbəkə sistemidir, onlayn şəbəkə biznesidir. Eləcə də deyərdim ki, dünyada və bu günləri siz əgər belə deyək, kimdənsə asılı olmadan, rahat şəkildə və istədiyiniz qədər, ən önəmlisi, istədiyiniz qədər qazanc əldə etmək istəyirsinizsə, bunun yeganə yolu bizim şirkətimizə üzv olmaqdır, qeydiyyatdan keçməkdir. Düşünün, qeydiyyat pulsuzdur. Siz qeydiyyatdan keçən kimi sizin əlinizin altında böyük bir onlayn mağaza olur, hansı ki o məhsulları siz təqdimat edə bilərsiniz, hansı ki o məhsulları tanıda və özünüz üçün alıb istifadə edə bilərsiniz. Yəni bu çox gözəl bir təklifdir, çox gözəl bir fürsətdir. Sən nə çatdırılmaya zəhmət çəkməyəcəksən, nə dükkanı idarə etməyə zəhmət çəkməyəcəksən, məhsulların keyfiyyətinə, məhsulların necə deyirlər, nə olub olmamağına da sən qərar vermirsən və rahatsan bu yüklərin hər birindən. Arenda da vermirsən, sadəcə onlayn şəkildə məhsullarını sifariş eləyirsən, gəlir və təqdimat eləyirsən, çəkirsən və insanlara bunu göstərərək, təqdim edərək artıq işini qurmuş olursan. Əslində, yəni məntiqlə fikirləşəndə, oturub bir belə deyək, dərindən düşünəndə ən gözəl bir iş sahəsidir. Sadəcə dediyim kimi bəzi insanlar hələ də bu işi, yəni iş sahəsi, qazanc sahəsi kimi baxmırlar, sadəcə almaq və satmaq niyyəti ilə baxırlar, ona görə də istədikləri nəticəni əldə edə bilmirlər. Və bilin ki, əgər bir zamanlar bu işdə uğursuz olmuşsunuzsa, bu sizin təkrarən uğursuz olacağınız anlamına gəlmir. Komandamızda olan hər bir xanıma biz komanda dəstəyi göstəririk və həmçinin sizin bu komandanı yaratmaq üçün nələr etməli olduğunuzu da öyrədirik. Satış etmək istəyirsinizsə, sizə satış haqqında da məlumatlar veririk. Həmçinin istəyirsinizsə komandanı genişləndirmək, yəni insanları bu işə dəvət etmək, onun da yollarını öyrədirik. Yəni bir sözlə bizimlə yola çıxan, bizimlə başlayan və qazanmaq istəyən hər kəs gec-tez istədiyi nəticəni göstərir. Nəyə görə gec-tez deyirəm? Çünki hər kəsdə fərqlidir bu öyrənmə mərhələsi, fərqlidir işə adaptasiya mərhələsi və siz nə qədər tez öyrənir və adaptasiya olur, işinizdə 4 əllə sarılırsınızsa, işi iş kimi ciddiyə alırsınızsa, bir o qədər tez nəticə göstərməyə başlayırsınız. Yəni bu müddət hər kəs üçün fərqlidir. Bir sözlə, bu səsimi dinləyəndən sonra, bu videonu izləyəndən sonra qərarını versən ki, mən də onlayn azad bir şəkildə qazanmaq istəyirəm, o zaman
Mənim səhifəmə keçid et, mənə yaz və yaxud da ki, nömrəmizə yaz. Mən WhatsApp nömrəmi də səsləndirirəm 070 560 83 47. Nömrəyə yaz, mən səni komandama qeydiyyat edim və sənə də qazandırım.